Doktor Seyfəddin klinikasında nə olur? Orada olur təbii müalicələr ən çox. Təbii ki, həkiməm xəstənin ehtiyacı nə isə onu apiterapiya, arı ilə müalicə, arı zəhəri, arı məhsullarından, hirdoterapiya, zəli ilə müalicə, qurbağa ilə müalicə zob xəstəliklərində, bronxial asmada, süd vəzni mastopatiyasında, yuxusuzluqda, iynə batırma ilə müalicə, çox gözəl hicama ilə müalicəmiz var, fizioterapiya kabinetimiz var. Yəni orada çox gözəl nəticələr alırıq. Həm arıqlamaq üçün, həm oynaq ağrılarında, bel ağrılarında çox gözəl nəticələrimiz var. Ən əsası peşəkar uzi həkimlərimiz var, laboratoriyamız var. Təbii ki, Nərmin doktor çox gözəl peşəkardır və Günel doktorumuz, İlqar doktorumuz çox peşəkardırlar, çox gözəl effekt verirlər. Stomatoloji kabinetimizdə də Gülnar doktor xəstələrimiz çox razılıq eləyir. Və bütün hallarda yəni Doktor Seyfəddin klinikası sizin qulluğunuzdadır.